Bəziləri elə başa düşür ki, şəhadət yaşamağı bacarmayanlar üçündür. Yəni necə, bununki dünyada gətirmədi, bəxti gətirmədi, yaşamağın yolunu bilmədi, həyat alınmadı. Onda neyinir? Bezdimi həyatdan, bizə bir güllə gəlib dəyərdi, mən şəhid olub cənnətə gedərdim. Vallahi səhv təfəkkürdür bu. Düşüncə, kökündən səhv düşüncədir. Şəhadət ən gözəl yaşayanların qismətidir. Yaşamağın yolunu hamıdan gözəl bilənlərin qismətidir. Şəhadət belə adamların qismətidir. Şəhadət ən gözəl, ən uğurlu həyat nümunəsi ortaya qoyan adamların qismətidir. Başqasına nəsib olmaz, mümkün deyil. Biz bir gün elə yaşayaq ki, başqaları bizim yaşayışımızın həsrətini çəksinlər. Baxsınlar, ah çəksinlər ki, nə gözəlliyi var burada, mən niyə belə bacarmıram? Buna deyərəm iş, buna deyərəm biz nəsə elədik. Qurbanın qiyməti nə qədər çox olsa bir o qədər dəyərlidir. Həyat gərək o qədər qiymətli olsun ki, verəndə də düşünlər, bu qiymətli şey gətirir. İnsan tənbəldir, insan bacarıqsızdır, insan öyrənmək istəmir, əzmi yox, iradəsi yox, yaxşılığı yox, fədakarlığı yox. Axırda desin, mən bezdimə bu həyatdan şəhid olum, belə bir şəhadət yoxdur. Həyatın keyfiyyətli olur ki, ölümün də keyfiyyətlidir. Gözəl köçdün dünyadan. Nə üçün? Çünki gözəl yaşadın. Süjet xətti var bu həyatın. Mənalı ömür mənalı da sonluğa gəlir, çatır. Mənalı şəkildə bitir. Şəhidlərin həyatını öyrənək ki, onlar kimi ölməyi də bacara bilək. Onlar gözəl yaşadılar, həqiqətən ki, gözəl öldülər. Onlar yaşamağı hamıdan gözəl bacaran və yaşamağı hamıdan çox layiq insanlar idi. O qədər adam var ki, təbii ölümlə öləcək, amma şəhid kimi məhşərə gələcək. Biz bilmirik ki, şəhidlik bir mənəvi məqamdır. İndi ola bilər bir müharibə dövrü olmaya, birinə güllə dəymək qisməti olmaya. O deməkdir, o şəhid deyil. Şəhidlik bir yaşam tərzidir, bir məntiqdir, bir həyat tərzidir.